Məni maraqlandıran hallardan biri, mən özüm də bilirsiniz pediatram və son dönəmlər uşaqlar arasında yüksək hərarət demək olar ki, çox tez-tez rast gəlinir və çox maraqlı bir durumdur ki, elə olur ki 39-40 dərəcəyə qədər qalxır. Və biz sonradan uşaqlarda yaxşılaşma gedir, yaxşı olur və bilirsiniz nə ilə rastlaşırıq. Uşaqlarda agresiya ilə, gecə durub ağlamaqlarla, hətta analar olub ki, deyirlər ki, əlinə keçəni vurub sındırmağa çalışır, dağıtmağa çalışır. Siz bu haqda bizə nə deyə bilərsiniz? Bu nədən irəli gələn bir Ümumiyyətlə, şeydir? demək ki, siz qeyd etdiyiniz ən adi bir yüksək hərarətlə getməsə belə, ən adi bir, demək ki, infeksiyon xəstəliklər və s. birbaşa uşağın sağlamlığına və həyat keyfiyyətinə təsir göstərir. İlk öncə qeyd eləmək lazımdır ki, bu məsələyə biz bir uşağın gözü ilə baxaq. Uşaqlar disiplini və rutini sevən bir varlıqdırlar. Yəni, rutin nədir? Bu saatda yatıb, bu saatda durub, bu saatda oyun oynayacaq, bu saatda bağçaya gedəcək və s. və ilaxır. Və təsəvvür edin ki, ən adi bir infeksiya belə, uşağın ümumiyyətlə immun sisteminə təsir göstərir, həyat keyfiyyətinə aşağı salır, gündəlik həyatı boyunca etdiyi bütün vərdişlərdən geriyə qalır və dəyişikliklərdə demək ki, üzləşir. Eyni zamanda, məsələn, bağçaya gedən uşaq bağçaya getmir və s. bədənində ümumi yorğunluqlar, halsızlıqlar, siz qeyd etdiyiniz yüksək febril, demək ki, 38-39 dərəcə demək ki, qızdırmalar birbaşa uşağın halsızlığı ilə səbəb ola bilir. Bundan əlavə uşağın rutini də dəyişildiyi üçün və məcburdur klinikalara getsinlər, bir sıra demək ki, müdaxilələr olsun, demək ki, inyeksiyalar və s. hansı ki, uşağın sevmədiyi bir prosedurdur. Bunlara da bunların üzərinə əlavə etdiyimiz halda uşağın sevmədiyi prosedurlar da uşağın birbaşa həyat keyfiyyətində aşağı salır və sevmədiyi prosedurlara məruz qaldığı üçün bir sırada agresiyalara da səbəb ola bilir. Başqa bir halda, məsələn, başqa bir hallara da əlavə etsək, təsəvvür edin ki, uşaqlar eyni zamanda ümumi, məsələn, iştahı yoxdur, iştahsızlıq müəyyən olunur, valideyn istəyir ki, uşaq qidalansın və s. və verir ekranı, telefonu, planşeti və s. Bunlar da əlavə edirik və sağalma dövründə o ekranı artıq vermirik, çünki uşaq sağalıb. Və birbaşa uşağı xəbərdarlıq eləmədən ekranı da götürürük. Bu ekranın verilməsi və sonra demək ki, hazırlamadan götürülməsi uşağın bir növ aqressiyasına səbəb ola bilir. Başqa bir tərəfdən uşaq, məsələn, anasından heç bir valideyn istəmir ki, demək ki, övladı xəstələnsin. Daha çox uşaqların varlığı ana ilədir. Xəstəlik dövründə ananın qucağında, ana ilə eyni yatağı paylaşır və s. Amma sağalma dövründə uşaq keçir öz yatağına. Bunlar da, hələ mən fevri o qızdırmaya gəlməmişim. Buna qədər hələ bu etaplardır. Və bir də ki, uşağın orqanizmində gedən bu, demək ki, bu proseslər, bu, demək ki, ishalla da müşahidə olunur, qusmalarla da müşahidə olunur, qızdırmadır, titrəmədir və s. və ilaxır. Bu, birbaşa uşağın yaddaşında qalan bir hadisədir və uşağın sevmədiyi bir hadisədir və uşağa qorxu da verən bir hadisədir. Və biz ümumi bunları götürsək əgər, uşağın əlində yetərli qədər səbəb olur ki, xəstəlik sağlanan dönəmində yetəri qədər əlində aqressiv davranışlar göstərə bilsin. Yəni, bu bizim sadəcə sadaladığımız, demək ki, səbəblərdir. Amma bu dönəmdə valideyn nə etməlidir? Valideyn necə yanaşmalıdır? Öncə də qeyd elədim, valideyn istəmir, övladı xəstələnsin. Və buna görə də hər şey edir və valideyn təşviş içərisindədir. Bu dönəmdə təşvişi biraz normallaşdırmaq lazımdır ki, uşaq təşvişi hiss etməsin. Uşaq xəstəxanaya gedir. Xəstəxananın bir hazırlama bir dönəmi olmalıdır. Valideyn ona danışıq üsulu ilə, yaşından asılı olmayaraq, 6 aylı uşaq da ola bilər, 3 yaşında uşaq da ola bilər. Danışıq üstündən bir rahatlatmalıdır. Amma təşvişdə olanda uşaq da həmin təşvişi hiss edir. Bir də ki, məsələn, inyeksiyalar, iynələr və s. müdaxilə olunduğu halda uşaq qorxur, təbiidir və iynədən qorxur. İynədən qorxan uşaq da demək olar ki, çox az haldadır. Və bu zaman valideyn nə edir? Deyir ki, yox, iynə ağrıtmır və s. Amma iynə inyeksiyası olanda artıq o uşağın canını da ağrıdır. Bir növ valideynə də inanmır. Valideyn ona aldatmış ola bilir. Bu dönəmdə valideyn məsələn izah etməlidir. Yəni, biraz canını ağrıya bilər. Mən amma buradayam.
bu sənin sağlamlığın üçündür və s. Bir də ki, xəstəlikdən sonra, xəstəlik dönəmində o etap-etap valideyn ki, onun yanındadır və sağalma dönəmində, məsəl üçün, valideyn işdən icazə alır, xəstəlik dönəmində uşaqla bir yerdə həyata keçirir, yəni uşaqla bir yerdə olur. Sağalma dönəmində valideyn də işə gedir, uşağı da ya evdə qalır, ya bağçaya göndərir. Elə ki, bir növ ayrılma baş verir, ani bir ayrılma. Bu da uşağın bir aqressiyasına səbəb ola bilər. Yəni, biz bu məsələyə uşağın gözü ilə hər tərəfli baxmaq lazımdır. Valideyn əsasən də bəzən o qədər də vaxt olmur. Bəzən uşağın sayıda birdən artıq olanda, 2-3 uşaq olanda artıq qayğıları da artır. Başa düşürük. Amma uşağın gözü ilə baxmaq daha yaxşı ola bilər ki, nəyi hansı şəkildə etsə, nəyi hansı planla etsə, uşaq bundan az zərər görmüş ola bilər. Yəni, ən demək ki, optimal halda bu şəkildə mən izah verə bilərəm. Təbii ki, yəni buna da nəzərə salmaq lazımdır ki, ən adi bir qusmanı götürək, ən adi bir bu bitişkənə nə qədər zərər verirsə, qalmışdı uşağa. Bu halda da maksimal dərəcədə uşaqla birgə keçirmək, uşağı hazırlamaq və sağalma dönəmində də etap-etap, yəni o valideynin ki, işini bərpa edəcək, işinə geri dönəcək və yaxud da ki, uşağı geriyə bağçaya demək ki, geri dönüş olacaq, onları etap-etap hazırlamaq lazımdır ki, uşaq buradan az travma alsın. Bəli. Amma siz çox təəssüf ki, bizdə analarımız çox tələskənlik eləyirlər. Yəni, uşaq üzərində inanırsınız, çox rast gəlinir. Bu son dönəmlər analar özlərində o qədər səbirsizlik yaranıb. Adi yüksək temperaturu, yəni düşünürlər ki, bir günün içində bütün xəstəlik sağalmalıdır və bu eləməlidir. Elə olur ki, öz aqressiyalarını uşağın üzərində göstərirlər. Bir də bilirsiniz, mənim öz düşüncəmə görə bizdə bəzən belə bir yanlışlıq var ki, adi bir halda uşaqda heç bir xəstəlik yoxdur və uşağı həkimlə hədələməklə, iynə vurmaqla hədələmək də onun da uşaq üçün böyük bir travmadır. Biz bunu eləməsək, mən düşünürəm ki, hər halda mən yanıma pasiyentlər gələndə uşaqlara deyirəm ki, mən sizi heç nə eləmirəm, mən sizin dostunuzam, mən sizin organizminizin və mən sizə çalışıram ki, lazımi köməklik eləyim. Sizdə böyük uşaqlar indi olanda şikayətlərini bildirə bilirlər. Hətta analarından belə şikayət eləyənlər olur. Yəni, hər dəfə tapşırıram ki, heç vaxt həkimlə qorxutmayın. Həkim əksinə onların yardımcısıdır. Amma çox təəssüf ki, bu qorxutma hallarından gəldik. Düşünürəm ki, başqa Təbii ki, bu ümumiyyətlə uşaqlara nə hansı şəkildə gələ bilir? Təsəvvür edin ki, uşaq yeməyini yemir. Məsələn, ki, qonşuda bir doktor və ya da kimsə varsa, və yaxud da ki, öncədən bir hər hansı bir doktor tərəfindən hər hansı bir müdaxiləyə məruz qalıbdırsa və o iynənin ağrısı onun canında qalıbsa, valideyn onu əlində alternativə çevirir ki, əgər filan şey eləməsən də kimə gedəcəksən, həkim gələcək və s. qorxutmalar olur. Bu uşaqda axırda sana keçir fobiyaları və lazımi anda doktor həmin müdaxiləsini yerinə yetirə bilmir və burada günahkar əslində valideyndir. Valideyn bunu bilinçsiz şəkildə edir və əllərində də qeyd edirlər ki, yəni bizə də bu şəkildə aparılıbdır, bizə də bu şəkildə olubdur. Təkcə burada doktor deyil, biz burada polisi də, müəllimi də və s. əlavə edirlər. Siyahı ümumiyyətlə o qədər genişdir ki, hətta mövcud olmayan demək ki, mövcud olmayan bir demək ki, necə xəyallı varlıqlarla artıq deyirlər ki, yəni gəlib səni aparacaqlar, səni verəcəm, dilənçi əsasən də dilənçilərlə demək ki, qorxudurlar və bu artıq çevrilir fobiyaya və müəyyən bir müddətdən uşaq evdən çölə çıxmaq istəməyəcək və yaxud da xəstələndiyi halda klinikaya getməkdən imtina edəcək. Yəni burada doktor nə qədər səy göstərsə belə artıq o anda travmaya çevriləcək və imtina edəcək. Amma burada zərər çəkən ən böyük deyil, elə valideynin özü olacaq. Çünki övladı lazımi bir müdaxiləni ala bilmədiyi halda yerində və bu zərər çəkən ən böyüyü uşaqdan daha çox valideynin özü olacaq. Tamamilə haqlısınız, doktor, əfsanə doktor. Bəli. Mən elə arzulayardım ki, çox istəyərdim. Hətta mən Türkiyədə olanda belə bir hal görmüşdüm. Bütün klinikalarda psixoloqlar oturur. Və uşaqlar üçün çox gözəl yardımcı rol oynayırlar. Get-gedə düşünürəm ki, bizdə də belə bir hallar olacaq, amma çox sevinərəm olsa. Mən bəzən inanın ki, çalışıram, psixoloq rolu da oynayım. Bugün bir uşaq gəlmişdi.
adi müayinədə belə o qədər təpik atdı ki, anası belə mənə baxdı, dedi, mən sizin səbrinizə həsəd apardım da. Bu uşaq bunu mənim özümə mən nələr eləyərdim. Dedim, mən də ona həmin aqressiya ilə cavab versəm, axı heç nə yaxşı getməz. Birimiz sakit olmalıdır. Yəni onun aqressiyasına cavab verməməliyəm mən. Belə, uşaq da narahat idi. Narahat hər halda o qızdırmadır, öskürəkdir. Onlar da onu bir tərəfdən narahat eləyirdi və mən çalışırdım ki, rahat bir şəkildə yola salım. Bir də Aynur xanım, belə bir sualım var və izləyicilərimizdən də çox istəyərdim ki, aktiv olunsun. Yəni, həqiqətən çox gözəl mövzularımız var. Pediatr olaraq mənə yönləndirilir, amma mən həmişə istəmişəm ki, hər ixtisasın öz mütəxəssisi cavab versin. Sualın özünə uyğun cavabı olsun. Bir də nə olur? Baxın, bizə müraciətlər olur. Uşaq 4 yaş yarımdır, 3 yaş yarımdır, 4 yaşdır və uşaq danışır. Nə danışdığını mən başa düşə bilmirəm. Anaya deyirəm, bu nə deyir? Deyir, filan sözü deyir. Və yaxud da deyir, mənim böyük qızım da belə idi, 5 yaşında danışdı. Mən də uşaq vaxtı belə olmuşam. Və bir də bilirsiniz nə? Deyir ki, mən ona ingilis dilini öyrədirəm. Halbuki uşaq heç ana dilini hələ danışmır. 3 yaş yarımdır və heç ana dilini danışmır. Amma uşaq ingilis dili öyrənməyə başlayır. Və uşaqlarda mən düşünürəm ki, nitq qarışması mı olur, nə olur? Çox istəyərdim bu haqda bir məlumat verəm. Demək ki, günümüzün qlobal problemlərindən biridir və Azərbaycanda daha çox rast gəlinir. Bəlkə də bizim müraciət edənləri əksəriyyətlə bu vizyandır. Yəni, bilmirəm, bunu təxmini bir statistikası aparılmayıb. Yəni, konkret statistika üzrə qeyd edə bilməyəcəm, təəssüflər olsun ki, uşaq, demək ki, bəzən valideynin əlində alternativ variant kimi saxlamaq istəyir ki, atası da 5 yaşında danışır, babası da, bu genetikdir, bir dil üçün yumurtası verəcək və s. və laxır. Bu, belə bir miflər var və bu miflərə inanmaqdadırlar. Demək ki, uşaq 1 yaşına çatanda ən azından 8 sözə qədər bilməlidir və aydın şəkildə ana, ata öz adını və s. deməlidir. 2 yaşına qədər uşaq 2 sözdən ibarət olan cümlə qurmalıdır. 3 yaşında uşağın artıq söz bazası zəngin olmasından yanaşı və deyildiyi sözlər artıq yəni aydın şəkildə, yəni üçüncü şəxs tərəfindən başa düşülməlidir. Yəni ana, ata, valideyndən əlavə tanış olmayan bir şəxs tərəfindən də düşülməlidir. Çünki uşaqlar bəzən demək ki, danışığa başlanan vaxtı işarəli formada danışır və bunu valideyn daimi yanındadır və başa düşür. Valideyn fikirləşir ki, uşağın nitqini, danışığını, istifadə etdiyi cümlələri hamı tərəfindən başa düşülür. Amma biz 3 yaşında buna daha dəqiq, yəni diqqət etməliyik. Əgər bir uşaqda 2 yaşına qədər 2 sözdən ibarət olan cümlə yoxdursa və zəngin söz bazası yoxdursa, biz burada nitq ləngiməsindən artıq düşünəcəyik və bu sinir inkişafı pozuntusu olduğu üçün nitq ləngiməsi diaqnozu altına gəlir DSM 5-də. Və biz bunun üçün də danışma terapistləri tərəfindən bir müdaxilədə olmalıdır, mütləq şəkildə. Çünki uşaq, hər bir uşaq hər dəqiqəsindən demək ki, istifadə edir, nə isə öyrənir. Və uşaq da sözlər vasitəsilə özünü ifadə etməyi öyrənir və s. Və əgər vaxtında danışa bilməyən bir uşaq, demək ki, lazımı olan məlumatları əldə edə bilmir və yaxud da özünü ifadə edə bilmir. Bu bir növ aqressiyaya da səbəb ola bilər, bir növ qavrama qabiliyyətinin geriləməsə də səbəb ola bilər, bir növ uşağın sosiallaşmasının geriləməsinə də səbəb ola bilər. Yəni, adi bir nitq ləngiməsi 3 inkişaf sahəsinin geriləməsinə səbəb ola bilər. Və buna görə də biz valideynlərə hər zaman deyirik ki, bunu demək ki, görməzdən gəlməsinlər. Ciddi bir durumdur, ciddi bir vəziyyətdir. Mütləq şəkildə danışma terapistlərinə müraciət olunmalıdır. Bir psixoloqun, bir psixopedaqoqa mütləq şəkildə müraciət olunmalıdır ki, qarşısı alınsın. Təsəvvür edin, 2 yaşında 2 sözdən ibarət edən yəni cümlə quran bir uşaq 4-5 yaşına gələ hələ də özünü ifadə edə bilmir və bu uşaq 6 yaşında, 7 yaşında məktəbə gedir və o həm yaşıdları ilə eyni səviyyəyə gələ bilmir. Akademik
bacarıqların aşağı düşməsi ilə gəlir. Təsəvvür edin, özü ifadə edə bilməyən uşaq davranış pozuntuları ilə müşahidə olunur. Aqressiyala səbəb olur. Çünki sözlü şəkildə özünü ifadə edə bilmir. Uşaq böyüdükcə ehtiyacları artır və artmış ehtiyaclarını sözlü şəkildə özünü ifadə etməlidir. Bu başlayır işarələrlə özünü izah eləmək və izah edə bilmir, qarşı tərəf başa düşə bilmir, başlayır aqressiv davranışlar, özünə zərər verən, əşyalara zərər verən, ətrafa zərər verən davranışlarla nəticələnir və sonda bunun da yenə də əziyyətini çəkən valideyn özü olacaq. Və bu durumda ümumiyyətlə izah eləmək lazımdır ki, yəni bu artıq getməlidir demək ki, bir danışma terapisinə. Və sonra gəldik xarici dili öyrənmə. Artıq günümüzdə bu mod, artıq mən bunu adlandırıram. Evdə danışılır Azərbaycan dili, uşaq öyrədilir rus dili və yaxud da ingilis dili və yaxud da ki, başqa bir dillər. Alman dili öyrədən demək ki, bir ailə ilə də tanış olmuşdu. Amma evdə heç kim alman dili də bilmir. Uşağın yaşı da 3, uşaq öz adını da bilmir. Və alman dilindən artıq yəni bu şəkildə. Biz bunu qinayə etməklə yetmirik. Bu uşağın nə qədər geriyə salan bir mənzərədir. Uşağın vaxtı gələndə hər şeyi öyrənə biləcək. Amma uşağın ilk anda biz demək ki, icazə verməliyik ki, öz nitqini inkişaf edə bilsin, baza nitqini inkişaf edə bilsin. Bu uşaq evdə ünsiyyətdə qura biləcəyi şəxsə anası, atasıdır. Və yaxud da başqa demək ki, bacı və yaxud da qardaş varsa, evdə, ev mühitində kim varsa və icazə vermək lazımdır ki, ev mühitində danışılan dillə ünsiyyət qurulsun, baza formalasın, daha sonra ikinci, üçüncü dillərə demək ki, xitab bilə bilər, öyrənə bilər. Yəni bu artıq gec deyil. İstənilən yaşda artıq müəyyən bir dili demək ki, öyrənmək mümkündür. Amma təəssüflər olsun ki, valideyn qərar verəndə, hədəf quranda valideynin uşağın inkişafını deyil də öz hədəfləri öz üzərində qurur, öz maraqları çərçivəsində qurur ki, filan kəsin uşağı filan məktəbə gedir və mən uşağım o məktəbə gedəcək və uşağın bacarığı, inkişaf dərəcəsi nəzərə alınmadan yüklənir uşaq. Amma biz ona bir il icazə vermək lazımdır. Danışma terapisinə gedirsə, baza dili qoyulsa, özünü ifadə edə biləcək dərəcəyə gəldirsə, sonra yanaşı olaraq da başqa dildə paralel formada aparıla bilər. Uşaqların erkən yaş dönəmində nəyisə öyrənmə qabiliyyəti çox tezdir və bunun faydalana bilər. Uşağı geri atmaq deyil, irəli aparmaq lazımdır və buna görə də daim olaraq mütəxəssislərdən yardım almaq lazımdır. Və bəzən fikirləşirlər ki, mən uşağı ekrana verəcəm ki, yəni ekran qabağında məsələn, multifilm, cizgi filmləri olsun, bəzi maraqlı education demək ki, proqramları olsun. Demək ki, buna baxacaq, bununla öyrənəcək. Ekran vasitəsilə öyrənəcək danışmağı. Ümumiyyətlə, Amerika Pediatrlar Assosiasiyası tərəfindən qərar qəbul olundu ki, uşaq 3 yaşına qədər ekran qoyulmamalıdır. Ekran, yəni bura televizordur, telefondur, planşetdir və s. daxildir. Ancaq sonra günümüzün ekran demək ki, tələbatı çox olduğu üçün bu 3 yaş 2 yaşına çevrildi və 2 yaşına qədər həqiqətən də 0 ekran olmalıdır. Maksimal dərəcədə çalışmaq lazımdır. Ekran çox maraqlıdır. Uşaq dinləyir, baxır. Amma uşaqdan ekrana baxıldığı halda uşaqdan hər hansı bir cavab vermə tələbatı qoyulmur və uşaq özündə danışmaq istəyini formalaşdırmır, ancaq dinləyir. Və buna görə də uşağın nitqinin ləngiməsinə səbəb ola bilir. Amma uşağın bazası qoyulsa, artıq ünsiyyəti yaxşı qurulsa 2 yaşdan sonra, artıq demək ki, 3 yaşa qədər, demək ki, 4 yaşa qədər gündə, yəni 1 saat civarında, o da 15 dəqiqə olmaqla, demək ki, formalaşdırmaqla ekrana yəni baxa bilər, maraqlı, yaşına uyğun olan proqramlara baxa bilər, bu uşağın nitqinə də kömək edə bilər, qavrama qabiliyyətinə də kömək edə bilər. Sadəcə bu planlı şəkildə aparılmalıdır, mərhələli şəkildə aparılmalıdır. Mütləq uşağın yaxşı inkişaf dərəcəsi biz diqqətimizə saxlamalıyıq. Yəni bu şəkildə mən cavab verərdim, doktor. Çox sağ olun məlumat üçün. İnanın ki, deməli mən sizə bir pasiyentimi danışacağım. Bir hardasa 1 il yarım olardı. Yanıma bir xanım gəldi. Uşaq 1 yaşlı təzəcə olmuşdu. Gəldilər. Baxdım, nənədir, anadır, uşaqla rus dilində danışır. Amma uşaq hələ tam danışmır. Gəl Azərbaycanca deyir, gəl rusca deyir. Anasına xahiş elədim ki, bəlkə bilirik. Onsuz da evdə baxın danışır. Hamınız rus dilini bilirsiniz. Gəlin bir məşq eləyək. Onun dili açılana qədər hamınız Azərbaycanca danışın. Çox böyük hörmətlə dedi ki, tamam doktor, yəni problem yoxdur.
Getdilər və hardasa 2 ay keçmişdi. Onlar kontrola gəldilər. Kontrola gələndə inanın ki, inanılmazdı. Özdə ana o dərəcədə rus dilli idi ki, Azərbaycanca çox çətinliklə danışan bir xanım idi. Amma o qədər gözəl övladından mən dəhşətə gəldim. Uşaq Azərbaycan dilində səlis, tam danışır, cümlələrini qurur, mahnılar oxuyur. Hətta biz indi öz aramız uşaqlara corabı geyindirəndə deyirik, get maskını geyin. Hələ o şeydə qalmışıq. Soruşdum ki, bu nədir Rəna xanım? Dedi ki, corab o qədər mənə xoş gəldi, o qədər gözəl, mənə mahnı oxudu, nə? İndi də uşaq artıq rus dilində, ingilis dilində qəşəng mahnılar, yəni dil və uşaq dilində danışmırlar onunla. Çox səlis, normal bir insan kimi söhbət elədilər. Həqiqətən, yəni o ananı mən alqışladım. Dedim, tək ki, çox ana. Əslində, çox gənc anadır. Mən düşündüm ki, sözümə baxmayacaq da, danışacaq. Amma o qədər gözəl riayət elədi və biz 2 ay ərzində bunun nəticəsini gördük. Çox istəyərdim ki, həqiqətən çox istəyərdim ki, analarımızın hamısı belə olsun. Amma təəssüf ki, çox hallarına rast gəlir. İnanın ki, artıq keçən dəfə 2 yaş yarımlıq bir uşaqda uşaq anasına deyir ki, mənə su ver. İnanın, o sadə bir cümləni mən başa düşə bilmədim uşaq nə dedi. Dedim, siz necə bilirsiniz onu? Dedi, artıq öyrəşmişəm. Dedim, siz bilirsiniz necə böyük səhv eləmişsiniz onu. Bir, mən neyniyim? Yeməyi yemir. Deyirəm, bir gün ağlayacaq, 2 gün ağlayacaq, narahat, boşqabı qındırsın. Amma uşaq buna alışmalıdır. Düzdür, mən hansı pasiyentlərə ki, əvvəlcədən başlayıram onlara aparmağa, onlara biz əlavə qidanı başlayanda mən ilk öncə analara qadağa qoyuram. Televizor qarşısında, telefon qarşısında qətiyyətlə uşağa yemək vermirsiniz. Yemir, yeməsin. Amma ay televizor verim, qoyum, telefon verim, qəti belə bir şeylər olmasın. Düzdür, biraz can rahatçılığı istəyən analarımız, amma çox təəssüf ki, riayət eləmirlər. Bəli, bu hallara çox yaxşı oldu ki, aydınlıq gətirdi. Yaxşı olardı ki, çox qulaq asanlarımız olardı. İnşallah davamlı. Bu mövzuya bir əlavə eləmək istəyirdim, doktor. Demək ki, günümüzdə uşaqlar arasında, əsasən də kiçik yaşlı uşaqlarda demək ki, qida seçiciliyi çoxdur və qida pozuntusu səviyyəsindədir. Yəni, qeyd elədiyiniz, ekran qarşısına verilir və s. Uşaq ekrana qarşısına yeyəcək. Amma nə yediyini, nə qədər yediyini, doyduğunu hiss eləmir. Və uşaqda sərbəstlik olmayır. Bir də başqa bir tema var. Valideyn yedizdirir. 3 yaşında uşağa valideyn yedizdirir. 5 yaşında uşağa valideyn yedizdirir. Əmin deyiləm. O doymaz. Birdən yerə dağılır və s. Amma dünya belə qidalama, barmaq qidalamasına keçir. Yəni 6 aylığından etibarən uşağa icazə verilir. Hər yerdə batıra-batıra. Amma müəyyən bir müddətdən sonra artıq uşaq sərbəst şəkildə özünü ifadə edə bilir. Kiçik motorika, böyük motorika inkişaf edir. Uşaq sinusor demək ki, inkişafı özünü tamamlayır. Bundan əlavə biz hər zaman valideyni o qədər doğru demək ki, vurguladınız ki, bir məsələ var, uşaq qida seçiciliyi edir. İlk növbədə televizor ekranı yığışdırır və qida seçiciliyi eləyə bilir. Bir məsələ var, valideynlər hər zaman deyirik, uşaq acından, heç bir uşaq acından ölmür. Və bu uşağı demək ki, bu o demək deyil, demək güclü disiplinadır və s. uşaq acından öləcək. Xeyr, bir də ki, ara öynələrə baxmaq lazımdır. Uşaq gün ərzində demək ki, sağlıqlı, aşağı paket qidalar yeyir. Məsələn, adi bir peçenye olsun və s. Və sonra biz uşaqdan yemək yeməsin istəyirik. Nə qədər haqlı ola bilər? Uşaq artıq qarnına doyulur o peçenyelərlə və s. Niyə uşaq yeməyini artıq seçməmək, sevməmək, yeməmək uşaq tərəfindən haqlı bir məqam ola bilər. Bir də başqa bir məsələ var. Ona da toxunmaq istəyərdim. Məsələn, toplu şəkildə yemək yeyilmir süfrə arxasında. İlk öncə uşaq yemək yedizdiririk, uşaq yeməyini bitirsin, daha sonra biz rahatlıqla yeyəyən fikrindədirlər. Amma burada bir məsələ var, hər zaman valideynləri qeyd edirik. Uşaq görərək götürür, rol model alır valideynlərə. Təsəvvür edin, uşaq tək başına kimi rol model alacaq? Onun üçün maraqlı olmayacaq.
O bir ətrafında valideyni görməlidir. Çəngəli necə tutublar, qaşığı necə tutublar, nəyi necə yeyirlər. Bir atasına baxar, bir anasına baxar, bacı qardaşı varsa bir ona baxar. Masa ətrafında bir o demək ki, hər bir şəxsin keyfiyyətini götürür, öyrənir və onu daha zamanla tətbiq edir. Bir süfrə mədəniyyəti dedik ki, onu artıq götürür, öyrənir. Bir başqa bir məqam var. Əgər ekran asılı olan bir uşaq tamamilə ekrana yığışdırılır. Yəni bəzən də ən çox bizə belə bu şəkildə müraciət olunur. Belə deyirlər, doktor, bəlkə biz azalda deyək. Deyirəm, nəyi azaldacaqsınız? Burada azaltmaq deyil, ekran tamamilə yığışdırılmalıdır. Həmin gündən 0 olaraq yığışdırılmalıdır. Uşaq bir həftə ərzində yeməkdən imtina edə bilər. Yəni hansı şəkildə az yeyəcək və s. bitirmək istəməyəcək. Birinci gün yeməyəcək, ikinci gün az miqdarda yeyəcək və s. Amma yenə də səbirli olmaq lazımdır. Yox, əgər bu demək, proseduraya başlayıb, axırda səbriniz tükənib, ekrana açsanız, biz yenidən sıfırlayıb yenidən başlamalıyıq. Bu da əsas bir məqamdır. Kriz anları qalxacaq. Kriz anlarında neytral qalmaq lazımdır. Daha da qışqırıb, əsəbləşib, dalaşıb, cəza verib, həmin vəziyyəti daha da aşağı çəkməməliyik. Səbirli, valideyn səbirli və bol enerjili olmalıdır. Bu bir vərdişdir və valideyn bunu qazanmalıdır. Sonra bir başqa bir məqam qida seçiciliyində uşağın yaşından asılı olaraq aşağı yaşlı uşaqlarda bəzən çox rəngi görmək istəmir yemək boşqabında. Yəni demək ki, o boşqabda istəyir ki, məsələn düyünlə əgər noxud verilibsə, yaşlı noxud və s. o məsələn ayrı-ayrı olsa daha yaxşı ola bilər. Uşaqlarla çalışmaq lazımdır ki, əsasən ağ boşqabda verilsin, rənglər çox qarmaşıq olmasın. Əgər uşağın çox sevdiyi, bir də az sevdiyi yemək varsa, onları porsiyalara diqqət eləmək lazımdır. Əvvəlcə çox sevdiyi yeməyin porsiyasını biraz artıq qoyub, az sevdiyini biraz aşağı, az səviyyədə qoymaq ola bilər. Daha sonra isə dəyişirik. Az sevdiyi yeməyin porsiyasını artırıb, çox sevdiyi yeməyin porsiyasını azaltmaq lazımdır ki, zaten çünki uşaq ilk öncə çox sevdiyi yeməkdən yeyəcək. Onun da miqdarı az olduğu halda doymayacaq və məcburdur digərinə keçid eləsin. Uşaqların yavaş-yavaş demək ki, başqa yeniliklərə yavaş-yavaş adaptasiya eləmək lazımdır. Birdən-birə deyil. Yəni, bu bir növdə valideynin yaradıcılığından asılıdır. Kiçik bir fiqurlar və s. Yəni, bunlar da əlavə eləmək lazımdır. Yəni, birbaşa demək deyil ki, bunu yeməlisən və s. Daha çox bizim, daha çox əziyyət çəkdiyimiz valideynlər uşaqlara sup yeyirsin, sup sağlıqlıdır, sup olmalıdır, mütləq şəkildə sup. Yəni, uşaq, biz böyük olaraq hər yeməyi yemirik. Və uşağın da hər yeməyi yeməsini gözləməyimiz nə qədər haqlıdır, nə qədər insancıl, humanist bir yaxınlaşma ola bilər. Təbii ki, uşağa da haqq vermək lazımdır ki, bəzi qidalar yeyib, bəzi qida yeməsin. Və bəzən də müraciətlər olunur. Uşağın 3 yaşı var, ət yemir. Heyvan məşələ, malatı və s. yemir. Bəlkə çeynəyə bilmir. Bəlkə dişlərinə baxmaq lazımdır. Məsələn, çəkilmiş ətlə başlaya bilir. Çəkilmiş ətə yeyir. Demək, biraz çeynəmədə, biraz yaxşı bişirmək lazımdır. Və yaxud da valideyn deyir ki, filan, məsələn, bir hamburger yeyir, yəni bu fast food qidalardan. Amma evdə mən eyni kotlet bişirir, kotleti yemir. Demək, biraz valideyn biraz yaradıcılıq qabiliyyətini artıb, əti biraz dadlandırmalıdır, biraz oraya ədviyyət qoymalıdır və s. Yəni, çalışmaq lazımdır ki, fast fooddan uzaq olsun. Yəni, daha çox bizim müraciət olunur. Yəni, müraciət olunur. Biz özümüz konsultasiyada nəzərə çarpırıq ki, stolun Azərbaycanda bizə mədəniyyətdə belə bir şey var ki, yemək masası 7-24 üzərində nəsə var. Bir peçeniya var, bir konfetimiz, bir mürəbbə nəsə var. Və uşaq da daimi olaraq əli oradadır. Və daimi əli orada olan bir uşaq sabahların, yəni axşam vaxtı, yemək vaxtı nəsə yeməməsi çox normaldır. Buna biraz diqqət eləmək lazımdır. Doyma mərhələsi artıq ona siqnal gedib ki, mən doymuşam, mən heç nə lazım deyil. Bu halları inanın o qədər rast gəlirik. Özü də analar o qədər belə agresiya ilə şikayət edirlər ki, uşağım iştahsızdır, yoxdur, heç nə yemir, bu uşağın axırı nə olacaq? Mən də sual verirəm, nə yemir, nə yeyir? Konfet yeyir, şokolad yeyir, onu yeyir, bunu yeyir. Deyirəm, McDonald's varırız, yeyir, deyir, hə, yeyir. Deyirəm, o iştahsızdır, deyir. O sizin uşağınız qeyri-normal qidalanmasıdır. Çünki o bir də ki, bir şey var ki, mən əvvəllər sözün düzü, mən özüm də tətbiq edirdim. Düşünürdüm, analara deyirdim ki, çalışın mükafatlandırın ki, bu yemək yesən, sənə mükafat verəcəm. Amma yeni
məqalə oxudum. Orada mənə çox maraqlı gəldi. Onlar dedi ki, qəti şəkildə mükafat verməyin. Mükafat qida sayını da azalda bilərlər ki, ya tez-tez yeyib öz orqanizmlərinə cür ziyanlar vura bilər, mədə bağırsaq mükafata görə başqa ziyanlar çəkə bilər. Buradan mən yalan nə deyim, mən indiyə kimi də analara deyirdim ki, çalışın mükafatlandırın nəyinəsə ki, deyin ki, sənə mükafat verəcəm, bir dənə bu yeməyi var. Amma o məqaləni oxuyanda, elə o da Amerika Pediatriya Akademiyasının kiçik bir hansısa bir alimi idi. Mən araşdırmalarımda bunu tapmışam və belə bir müəyyən olunub ki, mükafat Bu vermək məsələ ilə olmaz. bağlı doktor əlavə eləmək istədim ki, hər bir uşaq mükafat istəyir. Müəyyən davranışlarında və s. və yeməklərdə və s. Bu mükafatı, baxır biz mükafatı nə edirik? Əla, afərin deməyimiz də bir mükafatdır. Və yaxud da ki, ona bir sevdiyi oyuncağı alıb vermək də bir mükafatdır. Onu hansı şəkildə ediriksə əslində bu məqamdır. Bunu yesən, sənə bir istədiyin oyuncağı alacam. Sağlam bir mükafat deyil. Amma uşağa həvəsləndirmək var ki, yeməyini hamısını yemisən, afərin sənə, yəni bu yeməyi sevmirsən. Bu bir həvəsləndirmə tipində olan bir mükafatdır əslində. Bu mükafat və yaxud da ki, biz axşam yeməyimizdən sonra parka gedəcəyik bərabər və s. Bu uşağın, düzdür, burada biz hansı uşağa hansı şəkildə tətbiq ediriksə bu önəmlidir. Həqiqətən də orada demək ki, məqalədə qeyd olunur, uşaq tez-tez yeyə bilər, həddindən artıq yeyə bilər, istəmədiyi halda yeyə bilər, uşağın orqanizminə o qədər zərbə edə bilər ki, bu yəni də valideyn ayıq olması ilə əlaqəlidir ki, həqiqətən də uşaq məsələn, demək ki, rasionalını azaldıbdır və s. kiçik bir mükafat edə bilərik. Biz kiçikdən başlayırıq, kiçik bir şeylərdən, bir aktivitədən, bir fəaliyyətdən, bilgi zaman paylaşımından, yəni bunu həqiqətən həyata keçirə bilərlər, həvəsləndirmək üçün. Amma yenə də bu valideynin özündən asılıdır. Bir də bir məsələyə başqa bir tərəfdən əlavə eləmək istəyərdim. Ümumiyyətlə bizim demək ki, ajandalarımız var. Biz valideyni hər zaman o ajandaları təklif edirik. 2 həftəlik və 3 həftəlik üzərində qurulmuş bir ajandadır. Gün ərzində səhər, günorta, axşam, bir də ki, səhər, günorta və axşam arasında olan 2 ara öğün, 5 öğün olaraq və gün ərzində 24 saatı əhatə edən nə yediyini şişirikləmək üçün bir ajandadır, hansı saatlar arasında. Əsasən də valideyn qeyd edir ki, mən uşağım heç nə yemir. Və biz onu 1 həftəlik, 3 həftəlik bir ajandadır təqdim edirik və görürük ki, 24 saatin içərisində uşaq nələr yeyib. Sadəcə valideynin uşağın yediyi meyvəni bir qidadan saymır. Uşağın yediyi hər hansı bir tərəvəzi bir qidadan, xiyarı, pomidoru qidadan saymır. Uşağın yediyi o çörək dilimlərini qidadan saymır. O yemək, boşqalma sayısı və s. onu əhatə edir. Və görürük ki, uşaq gün ərzində kompot içib, meyvə şirəsi içib, o qidadan sayılmır. Və bu içərisində olan bu karbohidrat, bu glikoza, bu doyuzucu faktordur. Bu uşağın enerji mənbəyidir və bunu da qidadan saymaq lazımdır. Və valideyn orada bir fərqindəlik yarandı. Məsələn, o ajandaları biz effektli görsək olaraq biz valideynlərə göstəririk ki, bir uşaq 24 saat içərisində məsəl üçün bu ilə qidalanıb. Bu əsasən biz eyni ajandanı yuxu pozuntusu diaqnozu ilə gəlmiş və ya da şikayətinə gəlmiş valideynlərə də təqdim edirik ki, görürük ki, gün ərzində məsələn yarım saat avtobusa yatıbdı, 1 saat maşında yatıbdı və ya da divanın üzərində uzanıbdı. Onu istirahətdən saymır və qeyd edir ki, mən uşağım yatmır və s. Sadəcə biz onu rejimə salmağımız üçün təqdim edirik ki, bu gözəl ajandaları artıq valideyn özünə tətbiq edə bilər. Bəli. Yaxşı yuxu rejiminə söz açmışkən bir şey soruşum sizdən. Biz bilirik ki, uşaqlarda bu 2 yaş sindromu deyilən bir hal var. Həqiqətən son dönəmdə çox mənə rast gəlir və analar dayanmadan zəng eləyirlər. Mən neyiniyim, mən nə eləyirəm, bu uşaq gecəni yatmır, ağlayır. Hətta mən onu qeyd edeyim ki, mən öz balaca qızımla da bu halı yaşamışdım. Düzdür, mən Türkiyədə kursa getmişdim, o da mənimlə idi. Onda daha çox yaşadıq və qaydanda da bir müddət gecənin bir aləmi oyanırdı və ağlayırdı, qapını göstərirdi getmək üçün. İndi analardan da eyni şey eşidirəm. Biri vəbşi uşaq atasına maşının açarını göstərir ki, götür gedək. Elə ailə deyir, yuxumuz töklə, ailəvi biz gecə saat 3-də 4-də maşınla məhləni gəzirik.
və o maşında yatır, biz təzədən evə gedirik. Yəni çığırtı o dərəcədədir ki, əlinə keçəni vurur, atanı vurur, ananı vurur. Hətta bir atanın eynəyi var imiş. Ata onu çox belə püf-püfəklə saxlayırmış. Yəni çox sevdiyi eynəymiş. Onu ata onun dediyini eləmədiyi üçün qəsdən sındırıb atmışdı. Mən deyərdim ki, bir anaların burada seçimi nə ola bilər, nə edə bilər? O qədər suallar gəlir. Deyir, hamı da sakitləşdirici içir və çox təəssüf ki, bizim böyük bir bəlamız var. Yəqin ki, sizə də rast gəlib, uşaq yatmaq üçün ketotifen veririk. Hamısı deyir ki, filan qohuşum dedi, filan qohumum dedi, bu belə dedi, o elə dedi. Çox, yəni izah edirik ki, axı o yuxu gətirici deyil. Və siz bu halda daha səbirli olmalısınız. Hətta bəzən analar özləri də uşağa qoşulur, öz aqressiyasını göstərir, özləri yatmaq üçün uşaqlar açmadıqları oyun qalmır. İstərdim bu haqda bir Demək ki, günümüzün qlobal bir problemlərindən biridir. Burada təbii ki, valideynin səbirsizliyi çox böyük rol oynayır. Bir, buna qeyd eləmək lazımdır ki, yuxu pozuntusu şəklində iki hal yəni özünü götürür. Birincisi, ya uşağın yuxu rutini düzgün qurulmayıbdır. İkincisi, melatonin hormonunun, yəni bu yuxu demək ki, idarə edən demək hormonun melatonin hormonunun sintezinin funksiyası, yəni pozulması ilə gəlib çıxa bilər. Və bunu dəqiqləşdirməkdən ötürü biz demək ki, yəni uşağın yuxu rutininin düzgün qurulmamasına baxırıq. Yəni dərman demək ki, müdaxiləsindən öncə bütün uşaqlara tətbiq olunur. Bəzən də müəyyən bir bioloji faktordan səbəb meydana gələ bilər. Hormonun sintezi və s. ilə əlaqəli ola bilər. Amma biz ilk öncə rutin hansı şəkildə qorulub? Çünki biz rutinlə dərmana müdaxilə etməzdən öncə rutinlə onu formalaşdıra bilərik. Rutin nədir? Uşağın eyni vaxtda, eyni saatda etdiyi bir şeylərdir. Uşağın bu dönəmdə biz baxmalıyıq. Gün ərzində 24 saatın içərisində uşaq nə qədər yatıb, neçə saat yatıb və hansı aralıqda yatıbdır. Bayaqdan qeyd elədim ki, yuxu ajandasından biz bunu bilirik. Valideynə qeyd edirik gün içərisində. Kiçik yaşlı uşaqlar, məsələn, lap körpə demək ki, 9 aylığına qədər, 11 aylığına qədər, məsələn, səhər saatlarda yata bilir. Bundan əlavə, demək ki, 1 yaşından sonra uşaqların etibarı ilə günorta yatması, demək ki, 12:30-dan 14:30-a qədər və ya 15:00-a qədər olmalıdır. Çalışmaq lazımdır ki, 14:30 və yəni 3-ün yarısı 3-dən sonra uşaqlar artıq yatmasın. Və artıq biz onu demək ki, oyandırılması üçün bir sıra müdaxilə eləməliyik. Yüksək, biraz yuxarı fonda bir mahnı qoymaqla və yaxud da ki, otağı işıqlandırmaqla, yəni birbaşa toxundurub oyatmırıq. Bu başqa bir məsələdir. Xarici bir faktor verir ki, uşaq oyansın. Və çalışmaq lazımdır ki, axşama qədər hər hansı bir istirahət halında olmasın. Uşağın gün ərzində yatmasına, avtobusa yatdığı, maşında yatdığı saatlarda, dəqiqələrdə əlavə eləmək lazımdır. Məsələn, valideyn deyir ki, məsələn, gözləyirdim, həkimin qəbulunu gözləyirdim, bir 30 dəqiqə qucağımda yatdı. Bu da uşağın istirahət halındadır və 30 dəqiqəndə əlavə eləmək lazımdır ora. Və buna əlavə axşam rutinini formalaşdırmaqdan ötürü bir 30 dəqiqə uşaqla vaxt keçirmək lazımdır. Yəni yatmağa hazırlıq bir dönəmidir. Bu 2 yaş sindromu olan uşaq üçün də eynidir, 9 aylıq olan uşaq üçün də eynidir, balaca körpəsi olan uşaq üçün də eyni zamanda yuxarı yaşlı uşaq üçün də eynidir. Bu hansı formadadır? Biz ilıq bir duş da ola bilər. Yəni kisələrini çimdirmək deyil, rahatladıcı bir ilıq bir duş olmalıdır. Daha sonra biz onun pijamasını giydiririk. Əmin olmaq lazımdır ki, uşaq toxdur və çalışmaq lazımdır ki, bu rutin hər gün eyni saatda olsun və uşaq bilsin ki, bu artıq onun yatan bir vaxtıdır. Ümumiyyətlə çalışmaq lazımdır ki, evdə belə işıqlar biraz loş olsun, biraz sönük olsun. Evdə məsələn səs-küy də biraz, o demək deyil, hamı susmalıdır. Səs-küy də aşağı olmalıdır, televizorun səsi də aşağı fonda olmalıdır. Uşaq artıq öz otağına keçirilməlidir. Yuxu önü bir sıra fəaliyyətlər həyata keçirmək lazımdır. Bu da demək ki, aşağı səslə, aşağı enerji tələb eləyən bir fəaliyyət. Çalışmaq lazımdır ki, axşam yatmazdan, yəni uşaq məsəl üçün yatır saat 9-dan, saat 7-yə qədər uşaq ekrana məhdudiyyət qalmasın. Mavi işıq, yəni ekranda olan mavi işıq oyadıcıdır.
Ayrıca biz Evet. yetişkinlərdə də telefonu əlimizə alanda axşam vaxtı bir 3 saatımız keçir orada, Evet. ekranda qalmışdı uşağın. Və çalışmaq lazımdır ki, bir dənə bir şey var ki, uşağı çox yormaq lazım ki, uşaq yatsın. Bu tamamilə əksidir. Uşaq az yorulmalıdır. Yatmasa 2 saat öncə uşaq aktiv fəaliyyətlərlə məşğul olmamalıdır. Çünki çox yorulan uşaq çox narahat yatır və bu gecə terroruna da səbəb ola bilər. Evet. Ümumiyyətlə, bu yarım saatlıq fəaliyyət içərisində kitab oxumaq ola bilər, alçaq fonda bir mahnı oxumaq ola bilər. Daha sonra çalışmaq lazımdır uşağa, demək ki, onun dilini taparaq, yəni yatağına demək yönləndirərək müşayiət eləmək lazımdır. Mən buradayam və s. və bu uşağın tez yuxuya getməsinə səbəb ola biləcək bir haldır. Əgər uşaqda bu kimi rutin formalaşdırılmayırsa, ilk 2-3 həftə çox çətin olacaq. Amma bu demək deyil ki, biz başlamamalıyıq. Biz bunu başlamalıyıq və biz burada valideynlərin səbirli olmasını istəyirik. Ta qaldı ki, o valideyn ki, uşağına avtomobildə yatırsırıb, sonra çarpayısına gətirib qoysun. Bu valideyn o deməkdir ki, mən uşağıma hər istədiyini həyata keçirirəm. Və uşaq bunu əlində, bunu saxlayır. Evet. Bir variant kimi, əgər bunu eləməzsən, keçir şantajlara, mən sənin falan şeyini qırıram və həmin şantajda tətbiq eləmək və qırır. Bu bir krizmdir. Bəli, Evet. diqqəti çəkmək üçün. Yəni, mən buradayam, mənim dediyimi həyata keçirməlisə. 2 yaş sindromu o deməkdir ki, uşaq formalaşır mən mərkəzli olmağa. Mən dediyim, mən görürəmsə hamı görür. Məsələn, 2 yaşında uşaq gedər ekranın önünə, televizorun önünə, özü görür ekranı və arxadakı şəxslər görmür. Çünki ekranı tutubdur. Fikirləşir ki, mən görürəm, hamı görür. Yəni, 2 yaş budur Evet. əslində. Sindromu budur. Normaldır və bütün uşaqlarda olur və olmalıdır da. Çünki özünü kəşf etmək, ətraf mühiti kəşf etmək. Eyni zamanda həmin ortamın da qayda qanunlarına da bilmək üçün əsas bir biz demək ki, orada necə deyim, müdaxilə etməliyik. Yəni, okey, başa düşürəm, sən maşınla getmək istəyirsən, maşında orada yatmaq istəyirsən, amma belə bir yatma forması yoxdur və indi hamı öz çarpayısına yatır və valideyn qərarlı olmalıdır. Əgər ana qərarlıdır və ya da ata qərarsızdırsa, tarazlıq pozulur. Uşaq da keçir qərarsız tərəfə ki, onu yaxşı idarə edə bilsin. Və buna görə də biz valideynlərin möhkəm olmağa, tarazlıqlı valideyn olmağa, daha qərarlı olmağına və yaxud da birinci gündəki yoxdur. Uşaq məcbur qalır kravatına, kriz ana keçirir və s. Neytral qalıb uşaq sakitləşdirib yatdırmaq mümkündür. Əgər ikinci gündə eyni şey olacaq, çünki uşaq fikirləşir ki, mən okeydə dünəndən eləməyibdir, bugün bəlkə mən bir testin edeyim, testdən keçirəm, bəlkə nəsə ola bilər. Və başlayıb daha böyük kriz eləməyə, ata artıq bilsəydi ki, gəl gedək. Bu zaman valideyn, uşaq görür ki, bütün idarə etmə uşağın üzərindədir. Və bu anda mütləq şəkildə hər iki valideyn qərarlı olmalıdır. Səbirli olmalıdır. Yəni, bizim məqsədimiz sağlam bir övlad yetişdirməkdirsə, sağlam bir övladı cəmiyyətə qazandırmaqdırsa, öz inkişaf bacarıqlarını, müstəqilliyini, öz baxım bacarıqlarını normal şəkildə böyütməkdirsə, biz bu məsələlərə həssas yanaşmalıyıq. Uşaq ağlaya bilər, ağlamağını formalaşdıra bilər. Biz burada üzülməməliyik ki, mənim uşağım ağlamasın. Uşaq zaten ağlamağa meyillidir. Yəni, körpə dönəminin uşaq ağlayaraq öz ehtiyacını ödəyir. Və görür ki, ağlayan da artıq əmizlədilir, qidalandırılır, altı dəyişdirilir. Uşaq ağlama fonuna alternativ variant kimi istifadə edərək, ağlayaraq filan əşya istəyir, müəyyən bir arzularını həyata keçirilməsini istəyir. Buna görə də valideyn biraz qərarlı olmalıdır, səbirli olmalıdır. Yəni, uşaqlar səs-küyünə də, çünki əgər olmasa, daha da kriz anları artacaq. Daha da, yəni, bundan yerində əzab çəkən, yəni, təsəvvür edin ki, bir yuxu rejimi qoyulmamış, yuxu pozuntusu olan uşaq həyat keyfiyyəti aşağı düşür. Yaxşı istirahət edə bilmir, gün ərzində negativ olur, bağçaya gedə bilmir, və ya da akademik bacarıqları aşağı düşür. Eyni zamanda ailə də yata bilmir. Valideynin də, yəni, iş rejimi olan, belə ana işləməsə də belə, onun da həyat keyfiyyəti aşağı düşür. Və buna görə də ciddi bir məsələdir. Valideyn də çox həssas yanaşmalıdır bu məsələlərə. Bilirsiniz, bir də nə çox mənə rast gəlir. Uşaq evdə heç kim olmur, uşaq ancaq ana ilə qalır. Və anallarda belə deyirəm ki, çıxardın, 2 yaş olsun, 3 yaş olsun, 4 olsun, bir ətrafa çıxartmaq lazımdır. Sosial mühitə çıxmalıdır uşaq, park görməlidir. Uşaq gəlir çox vəhşi kimi, məsələn, nə qurur, anası
anası biraz ondan ayrılanda başlayır çığırmağa, neynəməyə. Yəni anaya çox bağlıdır. Yəni mən düşünürəm ki, yəni mənim fikrimə görə ki, Təbii bu ki. heç də yaxşı bir şey deyil də. Həm də ki, bir balaca, məsələn, əvvəlki zamanlara baxanda, əvvəllər biz valideynim, hər bir şeyi valideynlə düşünürdük, edək. Amma indi belədir ki, sərbəstlik daha çoxdur. Və valideynə çox olan uşaqlar artıq öz addımları üstündə Bəli. dura bilmirlər. Bir gözləri arxada qalır ki, kimsə mənim yardımım olacaq. Hətta məndə belə bir uşaq olmuşdu. Anası 2-ci sinfi bitirənə qədər onunla bərabər məktəbdə otururdu. Və bunu böyük bir fəxr hissinlə danışırdı ki, o məni belə çox istəyir. Mən ona izah edə bilmədim ki, bu çox istəmək deyil. Bu sənin bir balaca rolik hazırlamışlar. Bilməm, görmüsünüz, göbək bağı deyilən bir şey. Doğulanda kəsmirlər və o qocalana qədər tamamen anadan asılı bir vəziyyətə düşür də. Belə bir hallar daha çox rast gəlinir. Yəni sizdə də olurmu mərkəzə gəlsin, belə bir şikayətlər olsun ki, uşaq aralanır anadan, bağçaya getmək istəyir. Demək olar ki, bu 90% valideynlərin problemidir. Yaşadığı coğrafiyada. Bu, ümumiyyətlə, mən öz tərəfimdən qeyd edə bilərdim. Çünki çox valideynlərdə, yəni, bunun şahidi olmuşuq. Ümumiyyətlə, valideynlik tərzindən danışa bilərik, valideynlik tərzi, amma biz burada güvən bağından danışacağıq. Uşaq valideynə güvənmir, onu tərk ediləcəyindən qorxur. Çünki bizdə də valideynlərdə də bir şey var, yalan danışmaq, qorxutmaq, həkimdən qorxudur, polisdən qorxudur, dilənçidən qorxudur və yaxud da ki, söz verir, eləmir və yaxud da küsür. Ona görə də uşaq qərarsız qalıb. Uşaq valideyni şərtsiz şəkildə sevir. Uşağımızı döysək də, söysək də, uşaq valideyni sevəcək. Amma valideyn daim olaraq öz övladına pozitiv bir şeylər istəyir və öz sevgisini şərtli formada deyir ki, filan şey eləsə, mən səni daha çox sevəcəm, məsəl üçün, davranışlarında. Və yaxud da valideyn uşaqdan küsür ki, filan şey elədi və mən bunu sevmədiyim bir hərəkətdir. Yəni, və başlayır valideyni küsməyə, yəni övladından küsməyə. Buna görə də artıq bir də uşağın ehtiyacları var. Qidalanma ehtiyacı var, təmizliyə ehtiyacı var, sevgiyə ehtiyacı var, öz baxım ehtiyacı var. Bu ehtiyacları vaxtı-vaxtında ödənilmədiyi halda uşaq bu demək ki, artıq valideyninə güvən bağlaya bilmir. Körpə uşaq acıyıbdır və yaxud da altı dəyişilmə zamanıdır. Onu vaxtı-vaxtında həyata keçirilməyəndə uşaq bunu hiss edir. Bunu hiss edir və artıq o güvənə bilmir. Bəli, bu güvənə demək ehtiyacın ödənilməsini istəyir, sevgiyə ehtiyacı var və güvənir və güvənsiz bir bağ yaranır. Yəni, məsəl üçün, valideyn, normal bir uşaq hansı şəkildə olmalıdır? Valideyn, məsələn, otaqdadır və qeyd edir ki, yəni mən 5 dəqiqəli otağı tərk edəcəm və qayıdacam. Uşaq ilk öncə çox pis olur, çünki valideyn tərk olunmasını istəmir, yəni getməsini istəmir. Amma deyir ki, mənim valideynim gələcək. Həqiqətən də sakit olur və valideynlə otağa yenidən geri qayıdanda o valideynin önünə çıxır və sevinir, qucaqlayır. Bu güvəndir. Bir də var ki, valideyn deyir ki, mən 5 dəqiqəyə səni qoyuram, gələcəm. Bu vaxtı ilə övladını aldatmış bir valideyndir. Hər hansı bir güvən formalaşdırılmamış bir valideyndir və uşaq valideynlə çıxandan gələnə qədər ağlayır. Təsəvvür edin ki, və bizdə müraciət edən valideynlərin bir 90%-də bu münasibət var. Uşaq valideynə güvənmir. Hər hansı bir hərəkətinə güvənmir. Ona görə də, məsələn, güvən formalaşdırıldığı halda uşaq daha yaxşı adaptasiya ola bilir, daha yaxşı sosiallaşa bilir. Demək ki, mən öncə Kanadada çalışan müddətdə, demək ki, 6 ayına etibarən uşaqlar bağçaya göndərilir, sosiallaşma bir mühiti var. Məsələn, valideyn işləyir, amma yenə də 2 saatlıq, 3 saatlıq uşaqlarına bağçaya göndərirlər, bir master klasslara göndərirlər. Məqsəd nədir? Uşağın nəsə öyrətməkdən öncə sosiallaşmasıdır. Əvvəllər də bizim dövrümüzdə də geniş ailələr var idi. Yəni, geniş ailə tipində yaşıyorduk. Yəni, nənəli, babalı, bibilə, xalalı evdə yaşıyorduk. Əsasən də kənd yerlərində, rayon yerlərində yaşayan insanların daha çox alternatifi var idi. Və insan sosial mühitin içərisində böyüyordu. Amma günümüzdə artıq bu şəkildə deyil. Ailədə uşaq sayı da azdır, tək uşaqlı və s. Və geniş ailədə yoxdur. Uşaq həm yaşayla formalaşa bilmir. Və baxışa görə hətta yəni ərinirlər belə bəli. çıxartmağa.
Və evlərin yanında parklar olur, deyirsən çıxar, nə, Bəli, yox bəli. əlin ora vurar, bura vurar. Çox titiz Həddindən olur, artıq. hədsiz Həddindən dərəcədə artıq olur. və təsəvvür edin ki, valideyn özü də asosialdır. Valideyn özü də asosialdır və yaxud da Bəli. ki, aparacaqlar restorana. Restoran uşağın 2 saat, 3 saat daha ora getməsi uşaq üçün doğru bir seçim deyil. Restorandır, kafedir, orada yetişkin kimi 2 saat, 3 saat arxasında uşaq demək ki, masa arxasına əyləşə bilməz. Və yaxud da ki, el şənlikləri olsun, toy məclisləri olsun, uşaq üçün normal bir demək ki, orada yüksək səs küyü var, güvənsiz bir ortamdır, tanımayan insanların müdaxiləsi ola bilər. Uşaqlar üçün yaxşı formalaşmış bir ortam deyil. Uşaq üçün formalaşmış ortam uşaq bağçalarıdır, uşaq mərkəzləridir, oyun parklarıdır və s. Tanış olmayan uşaqlar bir-birlərinə necə ünsiyyət qura biləcəklər? Ünsiyyəti hansı şəkildə davam etdirə biləcəklər? Onun digərdən qoyduğu oyundur. Oyunu necə apara bilərəm, paylaşmağı necə edə bilərəm, onun oyunun qaydasına necə əməl edə bilərəm, növbəni necə gözləyə bilərəm? Yıxıldım. Necə yıxıldım və mən canım ağrıdı və necə yıxılmamağı bacarmağı bilməliyəm? Bunu artıq uşaq oynayaraq, yıxılaraq, ağlayaraq öyrənir. Əsasən də mən deyə bilərəm ki, bizdə uşaqlar bağçaya göndərilmə yaşı çox gecdir. Və 4 yaşında göndərilir, 5 yaşında göndərilir. Uşaq yassi dövründə artıq aparılmalıdır, bağçalara göndərilməlidir. Ən çox da qorxurlar ki, uşaq qrip olacaq, xəstə gəlir və s. Kimsə uşağımı döyəcək, kimsə uşağımı... Bir güvənsizlik də yaranır uşağa və istəyirlər ki, heç bir ehtiyacın ödənilməsin, həm yaxşı addımlar göstərilməsin, amma yaxşı bir nəticə əldə olunsun. 2-3 dildə də danışmağı bilsin, yaxşı məktəbə də gedəndə yaxşı akademik bacarıq göstərsin. Amma uşağın təməl təcrübəsi qoyulmalıdır. Yəni, uşaq yıxılmalıdır ki, durmağa öyrənsin. Bu ehtiyacın ödənilmədiyi halda uşaq hər hansı bir yüksək bir nəticə gözləyə bilmərik. Çünki biz burada haqsız ola bilirik. Valideyn yerində səbirsiz davranır, qorxaraq davranır. Uşağın xəstələnməsindən qorxur, uşağın yerə yıxılmasından qorxur, o daşı götürüb toxunmasından qorxur. Deyir ki, yəni orada hamının sürüşdüyü, əlini vurduğu yerə mən uşağım əlini vurmasın, titiz davranmağa. Uşaq hansı şəkildə bir immunitetini formalaşdıra biləcək? Və yaxud da başqa bir məsələ, hava soyuqdur, yəni də valideyn çıxartmır, soyuq olar. Və yaxud da geyim tərzi. Bir balaca gözü görünür və s. O qədər də geyim geydirirlər ki, uşaq hərəkət edə bilmir. Və mən belə bir təcrübə yaşamışdım. Uşaqda bir inkişaf geriliyi diaqnozu almışdı. Demək, 11 aylıq uşaq və bu təcrübə Kanadada keçmişdi. Uşağın müvəqqəti olaraq nənə tərəfindən baxılırdı. Kanadada da Fransadan gəlmiş valideynlər idi. Və hava həddindən artıq soyuq olduğu üçün nənə artıq dərəcədə geyim geydirir və uşaq bu şəkildə qalmışdı və hərəkət edə bilmirdi. Və uşağın böyük motorikası çox geri idi. Çünki uşaqlar hərəkət etmək üçün bəli, yəni hər yerdə var bu bir təsəlli deməyim də. Yəni bu proseslərə demək ki, ölkədə rast gəlmək ola bilər və uşağa hərəkətini məhdudlaşdırıldığı fonunda uşaqda inkişaf geriliyi yaranmışdı. Təsəvvür edin. Yəni bu biz buna səhlakar valideynlik deyirik. Səhlakar valideynlik ki, bəli. Bizdə də çox olur. Mənim yanıma yeni doğulmuş. Onu qeyd edeyim ki, vaxtımız tamamilə alıb. Yeni doğulmuş gəlmişdi. İnanın ki, 10 dəqiqə mən gözlədim.